Deməli, danışıq ifadələrdən ədədi ifadə nədir, dəyişən olan ifadə nədir? Ədədi ifadə ədədlər və əməl işarələrindən təşkil olunmuş ifadəyə ədədi ifadə deyilir. Məsəl üçün, 15 vurulsun 3 üstəgəl 5. Bu ədədi ifadədir. Ədədlər və dəyişənlərdən təşkil olunmuş ifadə isə dəyişən olan ifadədir. Məsəl üçün, 3a üstəgəl b, 5b çıx 3. Bunlar da adlanır dəyişəni olan ifadələr. Danışaq eynilik nədir? Eyniliklə bərabər ifadələr hansılardır? Deməli, dəyişən istənilən qiymətlərində eyni qiymət alan ifadələrə eyniliklə bərabər ifadələr deyilir. Məsəl üçün, 3 vurulsun a plus b ifadəsi ilə 3a plus 3b ifadəsi eyniliklə bərabər ifadədir. Yəni, a və b-yə hansı qiymətləri versək də bu ifadələrin qiyməti bir-birinə bərabər olacaq. Ona görə buna eyniliklə bərabər ifadələr deyilir. Danışaq rasional ifadələrdən. Rasional ifadələr bölünür tam cəbri ifadəyə, deməli, tam cəbri ifadə, bir də rasional kəsirlərə. Bölünür rasional kəsirlərə. Deməli, rasional ifadələr bölündü tam cəbri ifadələrə və rasional kəsirlərə. Birinci danışaq tam cəbri ifadələrdən. Tam cəbri ifadələr nəyə deyilir? Tam cəbri ifadələr ədəd, dəyişən, baxın, ədəd, dəyişən, bunların hasili, müəyyən natural üstü qüvvətlərindən ibarət ifadələrə tam cəbri ifadələr deyilir. Və yaxud da 5a kubu plus 5, 5a kvadrat üstəgəl 3 bölü 2. Bunlar adlanır tam cəbri ifadələr. Tam cəbri ifadələr özü də bölünür bir hədliyə və çox hədlilərə. Bir hədlilərdən danışaq, bir hədlilər nədir? Bir hədlərdə ədəd, dəyişən, bunların müəyyən natural üstü qüvvətlərin hasilindən ibarət olan ifadəyə bir hədli deyilir. Məsəl üçün, ədəd, dəyişən və bunların müəyyən natural üstü qüvvətlərin hasilindən ibarət olan ifadəyə bir hədli deyilir. Burada 3 də bir hədlidir, a da bir hədlidir və 3a kubu da bir hədlidir. Məsəl üçün, başqa yazа bilərik 5a kvadratı b, bu da bir hədlidir. Deməli, bu oldu bir hədli. Məsələn, indi baxaq, bir hədlinin standart şəkli nədir, standart olmayan bir hədli nədir? Məsəl üçün, burada bir dənə yazaq 2 plus kök 5. Bunun özü də bir hədlidir. Çünki bu yalnız ədəddən ibarətdir. İndi danışaq, standart şəkilli bir hədli və standart olmayan bir hədli. Məsəl üçün, 3a kvadratı b kvadratı c kubu a üstə 4. Burada standart şəklində deyil. Bunu standart şəklə gətirmək üçün əmsallar varsa vururuq bir-birinə. Burada əmsal bir dənə 3-dür. Vurulsun a kvadratına a üstə 4-ün hasili a üstə 6, b kvadratı c kubu. Bu şəkildə yazılır. İndi baxsaq, bu oldu standart şəklində bir hədli. Deməli, birinci bir hədli standart şəkildə deyildi. Bunu gətirdik standart şəklə. Standart şəklə gətirdikdən sonra bir hədlini. Əmsalımız oldu 3. Qüvvət. Qüvvət isə toplayırıq 6 plus 2 plus 3. Bu deyilədi bizdə 11. Deməli, bir hədlinin əmsalı və qüvvətini tapmaq üçün birinci onu standart şəklə gətirilir. Standart şəklə gətiriləndən sonra deməli, burada olan ədəd əmsaldır və qüvvət üstlərini topladıqda, yəni qüvvətlərini topladıqda olur bir hədlinin qüvvəti və yaxud da dərəcəsi. Danışaq oxşar bir hədlərdən. Əmsallar ilə fərqlənən bir hədlərə oxşar bir hədlər deyilir. Məsəl üçün, 3a kvadratı b, 5a kvadratı b, 6a kvadratı b. Bu bir hədlər hamısı əmsallar ilə fərqlənir. Ona görə bunlara oxşar bir hədlər deyilir. Və yaxud da yaza bilərik mənfi 3a kvadratı b. Bu da oxşar bir hədlidir. 3a kvadratı b ilə mənfi 3a kvadratı b həm də əks bir hədlilərdir, əks bir hədlər. Bunlar da sayılır oxşar. Deməli, 3a kvadratı b ilə mənfi 3a kvadratı b əks bir hədlərdir. Həm də 3a kvadratı, 5a kvadratı b, 6a kvadratı b, mənfi 3a kvadratı b, bunlar da oxşardır. Deməli, əks bir hədliyə biz də həm oxşar bir hədli deyə bilərik, oxşar bir hədlər deyə bilərik. İndi danışaq hansı ifadələr bir hədli deyil. Məsəl üçün, yazıram a, 3a üstə 2-də 1, b. Bu bir hədli deyil. Sonra yazıram 3 modul a, b.
B, bu da bir hədli deyil. 3 kök altda A, B, bu da bir hədli deyil. 3A üstə mənfi 3B, bir hədli deyil. Məsəl üçün 3A kvadratı böl B, bir hədli deyil. Deməli, bunlar birlikdə nədir? Bir hədli deyil. Biz deməli, kəsrin dəyişənin üstünə mənfi gördüksə, dəyişən kök altında olarsa, dəyişən modul içərisində olarsa, dəyişən qüvvəti kəsrədə olarsa və məxrəcdə dəyişən olarsa, deməli, bu ifadələr bir hədli olmayacaq. İndi danışaq çoxhədlidən. Çoxhədli nədir? Çoxhədli bir hədlərin cəbri cəminə çoxhədli deyilir. Məsəl üçün, 3A kvadratı B üstəgəl 5A üstəgəl 3. Bu çoxhədlidir. 3A plus 5. Bu da çoxhədlidir. Aha, məsəl üçün 5. Bu da çoxhədlidir. 3A. Bu da çoxhədlidir. 3A kvadratı B. Bu da çoxhədlidir. Baxın, indi düşünürsünüz ki, axı bunlar bir hədli idi. Necə çoxhədli ola bilər? Biz dedik ki, bir hədlilərin cəbri cəminə çoxhədli deyilir. Məsələn, 5 özü bir hədlidir. 5-i yaza bilərik 2 üstəgəl 3. 2 dənə bir hədli kimi yazdıq. Bunların da cəmi nə oldu? Yəni çoxhədli olur. Məsələn, 3A. 3A-nı yazıram. 3A plus 0. Bu ikisi də bir hədlidir. Bir hədlərin cəbri cəmi də çoxhədlidir. Məsələn, 3A kvadratı B-ni yaza bilərəm. 0 vurulsun. Məsəl üçün, 5A kubu C. Baxın. Bu özdə nə oldu? Çoxhədli olmuş oldu. Deməli, onda belə çıxır ki, bütün bir hədlilər çoxhədlidir. Bütün bir hədlilər çoxhədlidir. Burada nə belə bir qayda çıxdı. İndi danışaq çoxhədlinin standart şəklə gətirilməsi. Yazıram 3A kvadratı B üstəgəl 4A kvadratı C üstəgəlinsin 7A kvadratı B üstəgəl C kubu. Bu çoxhədli standart şəkildə deyil. Baxırıq ki, oxşar bir hədlilər var. Bunları qruplaşdırsaq, toplasaq, yəni 10A kvadratı B üstəgəl 4A kvadratı C üstəgəl C kubu. Deməli, çoxhədlimiz oldu standart şəkildə. Çoxhədlini standart şəklə gətirdikdən sonra baxırıq bunun dərəcəsi, yəni qüvvət anlayışı. Burada baxsaq, birinci bir hədlinin dərəcəsi 2 üstəgəl 1, 3-dür. İkinci bir hədlinin dərəcəsi yenə 2 üstəgəl 1, 3-dür. Üçüncünün də dərəcəsi 3-dür. Çoxhədlidə dərəcə dedikdə ən böyük olanı götürürük. Burada hamısı 3-ə bərabər olduğuna görə dərəcəsi 3-dür. İndi baxaq başqa bir çoxhədliyə. Deməli, 3A üstə 7 B kvadratı üstəgəlinsin 4C kubu D üstə 2 üstəgəl 15. Bu çoxhədlinin dərəcəsini tapın desə bizdə. Dərəcəsinə baxırıq. Birinci bir hədlinin dərəcəsi 7 üstəgəl 2, 9-dur. İkinci bir hədlinin dərəcəsi 3 üstəgəl 2, 5-dir. Deməli, biz demişdik ki, dərəcə olaraq bunun da dərəcəsi 0-dır. Dərəcə olaraq ən böyüyünü götürək. Ən böyük 9-dur. Deməli, bu çoxhədlinin dərəcəsi 9-dur. Sərbəst həddi isə yanında dəyişən olmayan həddir. Yəni, sərbəst həddi 15-dir. Bu da bu şəkildə. Bir dənə çoxhədli yazaq. Px çoxhədlisi bərabərdir. Ax üstə 4 üstəgəl bx kubu üstəgəl cx kvadrat üstəgəl dx plus c. Bu şəkildə bir çoxhədli yazdıq. Çoxhədlinin əmsalların cəmi deyəndə P1 ilə tapılır. Deməli, P1 əmsalları cəmi. Baxın, yəni harada x var, yerinə 1 qoysaq, onda P1'imiz olacaq. A üstəgəl B, üstəgəl C, üstəgəl D. Burada y yazaq, üstəgəl y. Bu şəkildə. Sonra sərbəst hədd deyəndə P0'ı tapırıq. Deməli, bu da olacaq sərbəst hədd. Sərbəst hədd. Sərbəst hədd deyəndə deməli, nə edəcəyik? P0'ı tapacaq. Yəni, x-in yerinə 0 qoyacaq. Yuxarıdakı çoxhədlidə x-in yerinə 0 qoysaq, P0 bərabərdir. 0, üstəgəl 0, üstəgəl 0, üstəgəl 0, üstəgəl y. Deməli, oldu y. Sərbəst həddimiz y oldu. Əmsalların cəmi də oldu A, B, C, D, y-nin cəmi. Bu şəkildə tapılır. İndi bir dənə çoxhədli yazaq. Hələ ki, buna davam eləyək. Bir dəqiqə. İndi desək ki, cüt dərəcəli hədlərinin cəmi. Cüt dərəcəli hədlərinin cəmi. Cüt dərəcəli hədlərinin cəmi deyəndə cəmi. Onda da P1
üstəgəlsin P mənfi 1 bölü 2 düsturundan istifadə olunur. Və yaxud da buradan elə cüt dərəcəli hədlərə deyəndə biz baxırıq ki, A üstəgəl C üstəgəl Y. Sərbəst həddə cüt sayılır. Bu şəkildə. Sonra baxıram tək dərəcəli hədlərin cəmi. Tək dərəcəli hədlərin cəmi deyəndə. Hədləri cəmi. Deməli, tək dərəcəli hədlərin cəmi deyəndə də P1. Bunu yuxarıdan yazaq. Bu cüt dərəcəli idi. İndi bunu silirəm. Tək dərəcəli deyəndə də P1 çıxılsın P mənfi 1 böl 2. Bu da olacaq tək dərəcəli hədlərin cəmi. Bu da nəyə bərabərdir? Bizdə x kubunun B-dir. X-in də əmsalı D-dir. B ilə D-nin cəminə. Biz bunu düstursuz da baxan kimi, məsələn, x4 bilir ki, cüt dərəcəlidir, x kvadratı cüt dərəcəli və sərbəst həddə cüt dərəcəli sayılır. Çünki sərbəst həddi biz yeni x üstü 0, y vurulsun x üstü 0 şəklində yaza bilirik. 0-da cüt dərəcədə axı. Ona görə cüt dərəcəli deyəndə cüt olanları bir də sərbəst hədd götürür. Tək dərəcəli deyəndə, məsələn, x kubu, x-in əmsalı və yaxud da x-də 5-in bu şəkildə deyilir. Amma biz bu yazdığımız bu iki düstur bizə bəzi suallarda lazım olacaq. Yəni, müxtəsər vurma düsturlarını yazdım. Videonu yandırdım ki, çox vaxt getməsin. Videoda yəni uzun dəqiqəsi çox olmasın. Deməli, birinci cəmin kvadratı, fərqin kvadratı, kvadratlar fərqi, kvadratlar cəmi. Bu iki düstura baxsaq, bu mavi işarələdən. Bunlar deməli köməkçi düsturlardır. Biz baxırıq bizə verilən şərtə. Əgər bizdə şərtdə deməli ifadəmiz A üstəgəl B verilibsə, bundan istifadə edirik birincidən. A minus B verilibsə, ikincidən istifadə edirik. Kubların cəmi, kubların fərqi, fərqin kubu, cəmin kubu və 3 dənə olanda necə yazırıq? A üstəgəl B üstəgəl C-nin kvadratı bərabər. Birincinin kvadratı, ikincinin kvadratı, üçüncünün kvadratı yazdınız. Sonra yazırsınız. Birinci ilə ikincinin hasilinin 2 misli, ikinci ilə üçüncünün hasilinin 2 misli və birinci ilə üçüncünün hasilinin 2 misli. Rahatdır, yəni bu çətin qayda deyil. Sonra yenə A minus B üstəgəl C-nin kvadratı. Bunu A minus B çıx C-ni də yaza bilərik və yaxud da A plus B çıx C-ni də. Hamısı eyni şeydir. Baxın, birincinin kvadratı, ikincinin kvadratı, üçüncünün kvadratı. Baxın, birincinin ikinciyi hasilin 2 misli deyəndə. A-nı mənfi B-yə vuranda olur. Mənfi AB, onun da 2 misli mənfi 2AB oldu. Mənfi B-ni C-yə vuranda mənfi B-ci, onun da 2 misli oldu mənfi B-ci və A-nı C-yə vuranda müsbət AC-dir, onun da 2 misli 2AC. Bu şəkildə, yəni burada işarələri özünüz təyin edirsiniz. Sadəcə qayda digər müxtəsər vurma düsturlarında olduğu kimi birinci, ikinci, üçüncünün kvadratı və onların hasilini 2 misilləri cüt-cüt götürüb yazırıq. Deməli, belə bir ifadə yazaq. Px bərabərdir 2a kvadratı üstəgəlsin 3x plus 5 şəklində. Bu şəkildə. Bizdən sərbəst həddi soruşsun. Baxın, sərbəst hədd. Sərbəst həddi soruşanda. Biz demişik ki, sərbəst həddi soruşanda biz nəyi tapırıq? P0'ı tapırıq. Yəni, biz nəyin yerinə 0 qoyacaq? Harada x var? Bizim çox hədlimiz Px şəklindədirsə, yəni buradakı x-dır dəyişən. Burada A, B, C, D, Y görürsəniz, bunlar dəyişən sayılmır. İndi baxın, deməli, Px bərabərdir 2a kub üstəgəl 3x plus 5 şəklindədirsə, bizdən P0 istəyərsə, deməli, siz harada x var, apap yerinə 0 qoyursunuz. Birinci olduğu kimi qalır, üstəgəl 3 vur 0, üstəgəlsin 5. Bu delədi 2a kvadratı üstəgəl 5 şəklində. Deməli, bunun sərbəst həddi oldu 2a kvadrat üstəgəl 5 şəklində. İndi baxaq, başqa cür suala baxaq. İndi baxaq, məsəl üçün bir ifadə verirsin, PA bərabərdir. A kvadratı üstəgəlsin A kubu üstəgəlsin x üstə 7 üstəgəlsin 2x kvadratı y üstə 6. Bunu bizə desin ki, dərəcəsini tapın, dərəcəsi. İndi baxırsınız bizim çoxhədliyə. Bizim çoxhədli hansı şəkildədir? PA şəkildədir. Deməli, buradakı A-lar bizdə dəyişəndir. Bunlar dəyişən sayılmır. Baxırsınız, PA şəklindədirsə, deməli, dəyişənimiz A-dır. Bayaq PX şəklindədirsə, onda dəyişənimiz X idi. Deməli, burada A-lar dəyişəndir. X üstə 7 ilə 2x kvadratı y üstə 6 parametr sayılır. İndi baxın, dərəcəsini tapanda bunu saymırıq. Bunu biz sərbəst hədd kimi sayırıq. Burada bunun dərəcəsi 2-dir, bunun dərəcəsi də 3-dür. Demişdik ki, çox hədli dərəcə olaraq həmişə qüvvəti böyük olan götürürük. Yəni, bu da olacaq 3.
dərəcəsi olacaq 3. İndi baxaq başqa bir suala. Deməli, Px bərabərdir A kubu üstə gəlsin 5A kvadratı üstə gəlsin 4 bu şəkildə. Sizə desək ki, bunun deməli, burada baxsaq, baxın, çoxhədlimiz x şəklindədir. Amma baxırsınız, burada x yoxdur. Deməli, bu çoxhədlinin bu A kubu üstə gəlir 5A kvadratı plus 4 nə idi? Sərbəst həddidir. Çünki x dəyişəni yoxdur. Ona görə bu sayılır bizdə nə? Sərbəst hədd. İndi baxaq. Məsəl üçün sizə desək ki, P3'ü tapın. P3'ü. P3 ilə nəyə bərabər olacaq? Elə A kubu üstə gəl 5A kvadratı üstə gəl 4'ə. Ta siz gətirib burada A'nın yerinə 3 qoymursunuz. Çünki biz nəyin yerinə 3 qoymalıyıq? X-in yerinə 3 qoymalıyıq. Burada da x olmadığına görə ona görə ifadə olduğu kimi qalır. İndi belə bir suala baxaq. Məsəl üçün bizə verilib ki, Px bərabərdir 3x plus 5 verilib. Bizə desək ki, P2x plus 3'ün əmsalları cəmini tapın. Baxın, əmsalları cəmini tap. Əmsalları cəmini tap. Hələ ki, bu tip suallar yoxdur Toplda, amma yəqin ki, olacaq. Yəni, sınaqlarda da qarşınıza çıxa bilər. Həm də maraqlı suallar. Əmsallar cəmini tap. Biz demişdik, əmsallar cəmini tapanda P1'i tapırdıq. Düzdür, x-in yerinə 1 qoyurduq. İndi gətirib burada P1'i tapsam, yəni x-in yerinə 1 qoysam, olacaq 2 vur 1 üstəgəl 3. Bərabərdir P5. Baxın, aparıb yuxarıda 1 qoymur, amma bizdən hansının əmsallar cəmini istəyir? 2x plus 3'ün əmsallar cəmini istəyir. Yəni Px-in yox. Ona görə biz P2x plus 3'ün əmsallar cəmini tapmaq üçün x-in yerinə 1 qoyduq, oldu P5. Deməli, 2x plus 3'ün əmsallar cəmini tapmaq üçün biz nəyi tapmalıyıq? P5'i. P5'i deyirsə, aparıb x-in yerinə 5 qoyuram. 3 vur 5. Deməli, yuxarıdakı ifadədə baxın. 3x plus 5'də x-in yerinə 5 qoysam, 3 vur 5 üstəgəl 5. Oldu 20. Deməli, Px bərabərdir 3x plus 5. Bizə desək ki, P2x plus 3'ün əmsallar cəmini tap. Yəni, Px-in demir. P2x plus 3'ün əmsallar cəmini istədiyinə görə biz P2x plus 3'ün əmsallar cəmini tapanda x-in yerinə 1 qoysaq P5 olur. Deməli, biz nəticə olaraq nəyi tapmalıyıq? P5'i tapmalıyıq. O da olacaq 20. Məsəl üçün, belə bir ifadə yazaq. Px bərabərdir 2x plus 7. İndi baxın, sərbəst hədd soruşsa. Bunun sərbəst həddi desə, baxın, sərbəst hədd desə. Biz sərbəst hədd deyəndə P0'ı tapırıq. P0 bərabərdir 2 vur 0 üstəgəl 7. O da oldu 7. İndi bizə bunu demir. Bizə deyir ki, P 3x plus 3'ün sərbəst həddini tap. Sərbəst həddini tap. Buna görə biz nə edirik? Bu ifadənin sərbəst həddini istədiyinə görə sərbəst hədd tapanda biz nə edirik? P0'ı tapırdıq. Deməli, aparıb x-in yerinə 0 qoysam, P3 vur 0 üstəgəl 3. O delədi P3. Deməli, biz nəticə olaraq nəyi tapmalıyıq? P3'ü tapmalıyıq. Ona görə gətirib P3'ü tapıram yuxarıda. 2 vur 3 üstəgəl 7. Bu deyəcək 13. Deməli, Px bərabər 2x plus 7'də. Sərbəst hədd tap desə P0'ı tapırsan, olur 2 vur 0 üstəgəl 7, yəni 7. Amma bizə sualı versə ki, P3x plus 3'ün sərbəst həddini tap. P3x plus 3'ün sərbəst həddini tapmaq üçün biz demişdik ki, sərbəst hədd tapanda x-in yerinə 0 qoyuruq. 0'ı qoyduq, alındı P3. Deməli, biz nəyi tapmalıyıq? Həm də P3'ü tapmalıyıq. P3'ü də tapanda oldu 13. Deməli, P3x plus 3'ün sərbəst həddi oldu neçə? 13. İndi danışaq ax kvadrat üstəgəl bx plus c parabolasından danışaq. Burada ən böyük qiymət, ən kiçik qiymətin tapılması. Əgər a sıfırdan böyük olarsa, deməli bu parabolanın qolları yuxarı olur. Qolları yuxarı olursa, bunun ən böyük qiyməti olmur, ən kiçik qiyməti olur. Ən kiçik qiyməti var. Deməli, əgər a sıfırdan kiçik olarsa, yəni bu parabolanın qolları aşağı olarsa, onda bunun ən böyük qiyməti olacaq. Ən böyük qiyməti var. Və burada tapılır n-lə. Deməli, a sıfırdan böyük olanda bunun ən kiçik qiyməti var, n-ə bərabərdir. A sıfırdan kiçik olanda ən böyük qiyməti var və n-ə bərabərdir. N-in düsturu da 4ac çıxılsın b kvadratı böl 4a düsturu ilə hesablanır. Bu da bu şəkildə. İndi baxaq.
Deməli, a kvadrat üstəgəl 6a plus 9. Bu şəkildə. Bunun ən kiçik qiymətini tapın deyəndə, çünki bu a kvadrat əmsalı müsbət olduğuna görə deməli bunun ən kiçik qiyməti var. Ən kiçik qiymət üçün də n-i taparım. 4ac çıx b kvadratı bölünsün 4a ilə. Burada 4 vurulsun. Biz demişdik ki ax kvadrat üstəgəl bx plus c idi. Burada a, buradakı a, yəni x kvadratın əmsalıdır. Burada da a kvadrat deyə əmsalı 1-dir. 4 vur 1. C-miz nə idi? Sərbəstdir, yəni 9. Sıxılsın b kvadratı. Burada baxır, b nədir? X-in əmsalı. Burada da dəyişən a oldu, ondan a-nın əmsalı 6-dır. Yəni 6-nın kvadratı bölünsün 4 vur 1. Bu da bizdə eləyəcək. Deməli 9. Dokuz yox, 0 oldu. Aha. Bu şəkildə. Deməli, bunun ən kiçik qiyməti oldu 0. Digər tərəfdən də biz bunu tam kvadrat şəklində göstərməklə də ən böyük və ən kiçik qiymətini hesablaya bilərik. 5 saniyə. ax kvadratı üstəgəl bx plus c. Bunu biz a çıx m-in kvadratı üstəgəl n şəklində göstərdikdən sonra buradakı n olur bizim ən kiçik qiymətimiz. Baxın, indi məsəl üçün yazıram a üstəgəl 6a plus neçə yazaq? 14 yazaq. Buradan yazsaq a kvadratı üstəgəl tam kvadrat yaratmaq üçün a üstəgəl 3-ün kvadratı. Bunu açanda bizə verir nə? A kvadrat üstəgəl 6a üstəgəl 9. 14 olması üçün 5 çarpılır. Üstəgəl 5 yazıram. İndi buradan baxsaq, deməli n-in yerində 5 durur. Bunun ən kiçik qiyməti 5-dir. Deməli, olacaq ən kiçik qiyməti 5. Və bu ən kiçik qiymətin a bərabərdir -3 nöqtəsində alır. Çünki a-ya -3 versək, burada 5 qalır. Yəni, ən kiçik qiyməti 5-i a bərabərdir -3 qiymətində alır. ax kvadrat üstəgəl bx plus c. Bunun vuruqları ayrılmasına baxaq. Vuruqları ayrılanda a vurulsun x minus x1, bir də x minus x2 şəklində vuruqlara ayrılır. Buradakı a baş əmsal adlanır. Baş əmsal. Əmsal adlanır. Deməli, a adlandı baş əmsal. Baxaq, rasional kəsrə. İndi keçək rasional kəsrə. Rasional kəsr nə deməkdir? Rasional kəsir məxrəcdə dəyişən olan kəsrlərə rasional kəsrlər deyil. Baxın, 5x plus 3, 2x. Bu adlanır rasional kəsir. Və yaxud da 5x plus 3 bölünsün 2x minus 5 adlanır rasional kəsir. Bir də danışaq Koşi teoremindən. Koşidə də biz demişdik ki, a və b ədədləri üçün 2 ədədin ədəd ortası bunların həndəsi ortasından həmişə böyükdür. Böyük bərabərdir. Onda məsəl üçün a ilə 1 böl a ifadəsi üçün yazsaq, bunların ədəd ortası böyük bərabərdir. Bunların həndəsi ortasından a vur 1 böl a. Buradan da çıxır ki, a üstəgəl 1 böl a, 2-ni də sarpaz vursaq, böyük bərabər 2-dən. O mənfi üçün də nəzərə alsaq, mənfi a müsbət ədədlər üçün oldu 2 müsbət sonsuzluq. Mənfi ədədlər üçün olanda nəzərə alsaq, olacaq mənfi sonsuzluq, mənfi 2. Onda belə çıxır ki, a üstəgəl 1 böl a-nın, yəni tərs ədədlərin qiymətləri oblasti mənfi sonsuzluq, mənfi 2, birləşmə 2 müsbət sonsuzluq aralığında yerləşir. Deməli, belə bir ifadələr yazdım bu şəkildə. Bunların bizdən ən kiçik qiymətini istəsin. Deyilsə ki, ən kiçik qiymətini tapın. Biz baxırıq kvadratdır. Yəni, x-3-ün üstündə kvadratdır. Kvadrat olanda ən kiçik qiymət 0-dır. Deməli, bunun ən kiçik qiyməti 0. y-5-in də kvadratı. Bunun da ən kiçik qiyməti 0-dır. Deməli, qalır 4. 0 üstə 0 üstə gəl 4 oldu 4. Sonra x-3-ün bağlanmış kvadratı yenə kvadratdır. Yəni, bunu 0-a çevirə bilirik. Ona görə bu da 0-dən kiçik. y plus 5-in kvadratı. Bunun ən kiçik qiyməti 0-dır. Bu da olur 0 üstə gəl 4 olur 4. Sonra baxırıq. X kvadrat çıx 3-ün bağlanmış kvadratı. Bunun da ən kiçik qiyməti 0-dır. Y kvadrat çıx 5-in bağlanmış kvadratı. Bunun da ən kiçik qiyməti 0-dır və 0 0 olur 4 yenə.
Baxırıq x kvadrat üstəgəl 3-ün bağlanmış kvadratı. Bunun ən kiçik qiyməti 0 deyil. Çünki biz bu ifadəni x kvadrat üstəgəl 3-ü 0-a çevirsək, onda x kvadrat bərabərdir -3. Yəni x kvadrat plus 3-ü 3, 0-ı x kvadrat bərabərdir -3-də alır. Bu da doğru olmadığından, yəni kvadrat mənfiyə bərabər olmadığından, ona görə deməli burada biz nə edəcəyik? Yalnızca x kvadratına 0 deyə bilirik. Onda bu ifadə olacaq 0 üstəgəl 3-ün kvadratı. Eyni ilə y kvadratı plus 5-i biz 0-a çevirə bilmirik. Çünki 0-ı y kvadratı plus 5, yalnız y kvadratı bərabərdir -5-də alır. Yəni y kvadrat üstəgəl 5 bərabərdir 0 yazsaq, y kvadrat bərabərdir -5-də alır. Onun üçün bunu da 0-a çevirə bilmirik deyə yalnız y kvadratına 0 deyirik. Üstəgəl 5-in kvadratı üstəgəl 4. Bu da bizdə verir 9, 25. Olur. 34, üstə 4, 38. Bu şəkildə. Deməli, bu ifadənin ən kiçik qiyməti oldu 38. İndi baxırıq bura. Deməli, bunun ən kiçik qiymətini tapıb, sonra kvadratı yüksəlib, üstə 9 gələcək. Bunun ən kiçik qiymətini tapmaq üçün siz n-i tapa bilərsiniz və yaxud da tam kvadrat şəklində yaza bilərəm. Bunu tam kvadrat şəklində yazsam, x plus 3-ün kvadratı, açanda x kvadrat üstəgəl 6x üstəgəl 9, 12 deyə 3 çatmır. 3-ün kvadrat üstəgəl 9. Biz deyirik ki, baxın, bunu 0-a çevirə bilirəm. Yəni, x plus 3-ün kvadratını 0-a çevirə bilirəm. Ona görə ən kiçik qiymət 0 olur. Olur 0 üstəgəl 3-ün kvadratı plus 9. Bu deyilir 18. Bu şəkildə. Bir də baxaq buradan. Məsələn, burada buranı silim. Baxın, birincini yenə göstərim. Necə? Məsələn, x minus 3-ü biz deyirik, niyə 0 deyirik? X minus 3-ün kvadratı 0-a çevirir. Çünki x minus 3-ə biz 0 desək, x bərabər 3 qiymətinə. Yəni, x-in 3 qiymətində bu ifadə 0-a çevirir. Ona görə bunun ən kiçik qiyməti 0-dır. Məsələn, y kvadrat çıx 5, y çıx 5, y-in 5 qiymətində 0-a çevirir. Ona görə biz bunun ən kiçik qiymət 0 deyirik. Burada baxsaq, məsəl üçün bu ifadəyə baxaq. X kvadrat çıx 3. X kvadratı çıx 3 bərabərdir 0. X kvadrat bərabərdir 3-ə. X də bərabərdir müsbət mənfi kök 3. Deməli, x-in həm müsbət kök 3, həm də mənfi kök 3 qiymətində bu 0-a çevrilir. Deməli, 0-a çevirə biliriksə, onda bunun ən kiçik qiyməti 0 olacaq. Yadda qalsın. Kvadratı biz 0-a çevirə biliriksə, kvadratik ifadə, onda onun ən kiçik qiyməti 0-dır. Burada da y kvadrat çıx 5, y-in müsbət mənfi kök 5 qiymətindən 0-a çevrilir. Bu şəkildə. Amma y kvadratı plus 5-i biz 0-a çevirə bilmirik. Çünki y kvadrat plus 5 yazsaq, y kvadrat mənfiyə də bərabər olmuş olur. Ona görə burada tək kvadrata 0 deyirik. Bir də bu tipli, belə bir tipli sual yazaq. Məsəl üçün, x kvadrat üstəgəl y kvadrat üstəgəlsin c minus 5-in kvadratı plus 19. Desək ki, bunun ən kiçik qiymətini tapın. Biz baxırıq. Bunun ən kiçik qiyməti 0, bunda 0, bu da 0-a gedir. Olacaq 19. Bu şəkildə. Belə bir yazaq. A üstəgəl 1-in kvadratı bərabərdir. A kvadratı üstəgəl 2A plus 1. Bu şəkildə. Hədlərinin sayı 3-dür. Bu nədir? 3 hədlidir. Demək, hədlərinin sayı 3-dür. Məsəl üçün, onda A plus 1-in üstə 10 yazsaq, onda bunun hədlərinin sayı olacaq 11. Çünki qüvvətdən 1 vaid artıqdır. Onda bunu desək ki, neçə həddi var? Yazasınız 11 həddir. Bu da bu şəkildə. Demək, qüvvətindən 1 vaid artıq olur. Bir də baxaq, kəsirin nə zaman mənası var, nə zaman mənası yoxdur. Məsəl üçün, 4A plus 12 bölünsün A kvadratı plus 3. Bu ifadənin qiyməti 0-a bərabərdir. İfadəsinin qiyməti 0-a bərabərdir. Bu ifadənin qiyməti, birinci bundan danışaq. Deməli, desək ki, bizə bu ifadənin qiyməti 0-a bərabərdir. Deməli, yalnız biz nə edirik? Sürəti 0 edirik. Çünki məxrəc 0 ola bilməz. Deməli, A-nın hansı qiymətinə, A-nın -3 qiymətində bu 0-a bərabərdir. Bu şəkildə. Yəni, bizə desək ki, ifadə verib, yəni rasional kəsir verib, desək ki, qiyməti 0-a bərabərdir, onda siz yalnız və yalnız sürəti 0 edirsiniz. Məxrəc 0 ola bilməz. Yəni, baxaq belə bir şəkilə. Məsələn, 4A plus 12 bölünsün A minus 4. Burada baxırsınız ki, desək ki, ifadənin nə zaman mənası yoxdur. Mənası olmaması üçün demək, məxrəc nə olmalıdır? 0-a çevirən qiymət olmalıdır. A bərabər 4 olsa, bu ifadənin qiyməti yoxdur. Bu da bu şəkildə. Bir də bizə belə bir x kvadrat üstəgəl 7 üstəgəl m tipli sual verir. Desək ki, buruqlarından biri x plus 3-dürsə,
vuruqlarından biri x plus 3-sə, o biri vuruğun tapın. O biri vuruğun tapmaq üçün. Deməli, vuruqlarına biri isə o biri vuruğuna da A yazaq. Bizdən A-nı tapmaq tələb olunur. Biz bilirik ki, vuruqları bu şəkildədirsə, onda x plus 3 bərabərdir 0, x bərabərdir mənfi 3. Yəni, vuruğu x plus 3 şəklindədirsə, onda x bərabərdir mənfi 3 qiyməti bunu 0-a çevirəcək. Yəni, x-in yerinə mənfi 3 qoysaq, mənfi 3-ün kvadrat üstə gəlir 7 vur mənfi 3 üstə gəlir m bərabərdir 0 olmalıdır. O şəkildə bu deyiləcək, buradan m də olacaq 12. M12 tapandan sonra gətirib yazıram. X kvadratı 7x plus 12. 12. Buradan da vuruqlarından x plus 3 vur A-ydı. Bunu istəsək çox ədəni bölməklə də tapa bilərik. Və yaxud da bunu parçalamaqla. X kvadratı 7x plus 12-ni deməli x kvadrat üstə gəl 3x plus 4x plus 12 şəklində yazsaq. Bu deyilir bizdə x-i çıxarsaq. Davamı yuxarıdan yazaq, buradan yazaq. X-i çıxarsam, birinci bu iki ifadəni, x-i çıxarsam x plus 3, digərindən də 4-ü çıxarsam x plus 3. Bu da bizə verir x plus 3, ortaq vuruq mörtəzə qarşısına çıxarsaq, qalır x plus 4. Bizə demiş ki, digər vuruğu tapın, digər vuruğumuz da oldu x plus 4.